keçən dərslərdən bir qədər fərqlənir. Əvvəla deyək görək nə dərsidir? Nə dərsidir Mələkə? Riyaziyyat dərsidir. Yaxşı, bugünkü dərsiniz ötən dərslərdən fərqlənir ki, bugün dərsinizdə qonaqlarımız iştirak edir. Qonağa nə deyərlər? Gəlin dışarıda, bizim görüşümüz var. Gəlin bəlbələr tutar, dostluq köprüsü qurar. Əvvəlcə salamlaşar, sonra dərsə başlayar. Şimdi sizinlə riyaziyyat dərsində saatları öyrəndik, sonra toplamanı öyrəndik, çıxmanı öyrəndik, sonra onluqları öyrəndik, saatları. Yaxşı, kim deyər? Toplama əməlinin komponentləri hansılardır? Zabir? Toplananca. Bəs çıxma əməlinin? Aynurə? Azam? Bəs bir də sizinlə toplamanın bir xassəsini də öyrənmişik. İlahə? Toplananların yerini dəyişəndə cəm dəyişir. Yaxşı. Biz sizinlə keçən dərsimizdə saatları da öyrəndik. Kim deyər? Bir gündə neçə saat var? Zəhra. Bir gündə 24 saat. Bəs bir saat neçə dəqiqədir? 24. Bir saat neçə dəqiqədir? Nihayət? 60, aferin. Bəs yarım saatımız Mələkə? 30 dəqiqə. Yaxşı. Biz sizinlə onluqları, təklikləri də öyrəndik. Ayşə də görüb 2 onluğumuz neçə eləyər? 20. Aynurə 3 onluq 2 təkliyimiz neçə eləyər? Aferin. Uşaqlar, biz sizinlə onluğu təkliyi öyrəndik. Hətta onların toplanmasını da öyrəndik. Onluqlarla, 2 rəqəmli ədədlərlə təkliklərin toplanmasını, lakin onluğu aşan halı hələ öyrənməmişik. Onluğu aşmayan halı öyrəndik. Məsələn, Mələkə, gəl görüm. Bax görüm, nə görürsən? Mələkə, modellərə bax görüm. 10 üstə gəl 10. Yox, yaxşı bax. 20 üstə gəl 10. Aferin. Ayşə. Ayşə növbəti modeli. Sütun şəklində də yazaq versin. Diqqətlə bax. Sakit. 23 üstə gəl. Aferin. Sütun şəklində də yazaq versin. Axı biz onu da öyrənmişik. Biraz tez işlə Ayşə. Yox, Ayşə yaxşı bax. 14. 14. Aferin. Biz bunları sizinlə uşaqlar rahat hesablamağı öyrəndik. Amma bugün sizinlə misalımız onluğu aşan hal üçündür. Yaxşı baxın misalımıza. Bax, bu misalları onluğu aşmadığına görə təkliklər rahatlıqla hesabladıq. Onluğu aşan hal üçün diqqətlə baxaq. 27. Yaxşı, Mələkə, 7-nin üstünə 4 gəlsək neçə olar? 11 olar. 11-in biz, yazmaq üçün 11-in təkliyini desən mənə. 1-ni yazırıq. 11-in təkliyi? 1. Aferin. Uşaqlar, biz artıq sadə yolunu öyrənmişdik. 7-nin üstünə 4 olsaydı rahatca hesablayacaqdıq. 27-nin üstünə 4 gəlməli olduğumuza görə 7 ilə 4-ü toplayacaq 11. Təkliklərin altından yazacaq. Onluğunu isə 27-nin onluğuna əlavə edəcək. 2 onluğun üstünə də 1 onluq gəlsək, oldu 31. Yəni 11 neçə onluq artdı? 11 neçə onluq artdı? 2 onluq artdı. 7-nin üstünə 4'ü rahat gəlirdi 11. 27'nin üstünə 4 gələndə 11, 2 onluq artdı. Növbəti misal. Başa düşürsünüzmü uşaqlar? 4 ilə 8'i toplasaq, Ayşə 12. Təkliklərin altında yazacaq. Aha. Bir, aferin. Yaxşı, aydındır mı? Biz onda sizin növbəti tapşırıqlar eləyik.
sizə bir də izah edeyim ki, uşaqlar, bu yolla, sütunla hesablamaqla yanaşı, biz onluğa tamamlamaqla da bu misalları hesablaya bilərik. Məsələn, 8-in üstünə neçə gəlib ona tamamlaya bilərik. Həqiqə 2, 2-ni ayırdıq. 8-dən ikisini çıxdıq neçəsi? 6. Kim hesablayar? Sübhan yox, yerində cavab ver. 48-in üstünə 2 gəlsək. 50. 50-nin üstünə 6 gəlsək. 56. Başa düşdünüzmü uşaqlar? İndi qarşılıqları, misalları siz həll edəcəksiniz. Məlikə, gəl monitora bax. Növbəti misal neçədir? 37. Aha, onluğa tamamlamalı. Yaxşı. Məlikə, izah eləyə hesablar. 37. Ayşə də gəlib işləyə bilər növbəti tərəfdə. 7'nin üstüne neçə gəlsən ki, 10 ilə 3. Aha. 7'den de 3 çıxacaq, 50 çıxacaq. Ayşə. 45 üstə gəl 8 misalını həll elə Ayşə. Danışa həll edirik. 3 gəlsin, 50 kur, 40 üstüne 4 gəlsin, 44. Aha. 8'in üstüne. Yox, 5'i ona tamamlamalıyız. 5'in, aha. Sübhan, gəl. 8'den de 5 çıxanda 2. 8'den de 5 çıxanda 3. Sübhan danışa. 60'ın üstüne neçə gəlsək, 10 nəsil 4. Hı. 6'dan da 4 çıxarlar. Qalar. 1. 6'dan 4 çıxanda qalar. 3. Yaxşı fikirləş. 6'dan 4 çıxsaq qalar. 2. Biraz sessiz. 66 üstte gəldi. 70. 70'in de üstüne 2 gəldi, 72. Yaxşı. Yenə həmin dərsimizə uyğun modellərlə misallar. Kim gəlsin? Aynurə. Cəhd gəl biraz Aynurə. Biraz cəhd gəl. Yaxşı bax modellərə. Sütun şəklində yaza bilərsən Aynurə. Yaxşı, növbəti modellər. Zümrüd. Aynurə izah eləmədin misalını. Zümrüd, sən modellərə baxana qədər Aynurə misalını izah edəsən. 4'ün üstüne 8 gəldi, 12. Təkliğini yazdıq. Aha. 18 Aha. Aha. Aferin. Üçün üstünə də bir gəldin. Aferin. Zümrüd biraz cəhd hesablar. 8 üstüne 2 gəldi. 0. Əzram. Aha. Onluğu. 1 üstüne 1 gəldi. 2. 2'nin üstüne 1 gəldi. Zəhra. Növbəti model. Zəhra. Zəhra. Zəhra izah elə. 4 üstüne 2 gəldi. 11. 1 yaxınsa. 2 üstüne 1 gəldi. 3. Aferin. Yaşı hamı başa düşdü mü İlahə? Gəl görüm İlahə. Növbəti misal İlahə.
Onu seçmişler. Sonra üstüne 8 gəliri oldu. 12. Aha. Ayşe bak növbəti misallar. Yazarım. Bir yaklaşımda. Aha. 2 üstüne bir gələr. 32. Aha. Bir yazarım. Bir de məndə saxladım. Bir yazarım. Yaxşı, uşaqlar, növbəti misalımız isə biz sizinlə məchulların tapılmasını keçmişik. Amma gələcəkdə onları artıq qaydalarını öyrənəcək ki, məchul toplananı necə tapacaq. Bugün məchulun tapılmasına aid misal, gəl görün Nihal. Bu misalda mövzumuza uyğun, yəni 2 rəqəmli ədədlər, bir rəqəmli ədədin toplanması, onluğu aşan hal üçün. Gəl Nihal. Zəhra, gəl səndən növbəti misal verək. Yaxşı. Zəhra, bax, gəl misal verin. Nihal, məchulu yaşından yaz. Neçə oldu Nihal? Biraz böyük yaz, çox zırpa yaz. Aferin. Növbəti misal, əfilə. Zəhra yaşından yaz. Əfilə. Əfilə su şəklində yox, məchulun tapılmasıdır. Aha. Buradan. Aha. Gəl, kvadrat çək. Aha, üstə gəl. Aha. Bərabər. Məchulu. Görün məchulu. Yaxşı, alınmadı 9'umuz. Yaxşı, növbəti. Nəsibə. Bax, görün monitora Nəsibə. Gəl Orxan gəl. Orxan gəl biraz. Ne oldu? Evet, Nəsibə. Nəsibə danışa, izah elə. Necə həll elədin Nəsibə misalını? Aha. Təkliyini yazdıq. Onluğunu. Aha. Aferin. Orxan 9'un üstünə 4 gələrik. Yaxşı hesablar. Orxan cəhət biraz. Sübhan gəl kömək elə Orxana. Sübhan Orxana kömək eləsin. Orxan, yaxşı fikirləş. 4 üstünə 9 gələndə 13. Orxan sən əyləş. 1 hətta 2 oldu 33. Yaxşı, yox. Növbəti tapşırığımız uşaqlar məsələ həlli. Gəl görüm Ayşə, mövzumuza uyğun. Bax, orada nə görürsən Ayşə? Gəl, karandaşlar görürsən. Bir oxu görün məsələni. Karandaşı var idi. 8 karandaş parçası verdi. İndi onu neçə rəngli karandaşı var? Yaxşı, Aysifin 24 karandaşı var idi. 8 rəngli karandaşla bacısı verdi. Aysifin neçə karandaşı oldu? Aferin. Üstün şəklində də eləyə bilərsən Ayşə. Məlikə, gəl ikinci tapşırığımıza. Kənardan başla, aynı olmuş. Aferin, deməli Aysifin neçə karandaşı oldu? Aferin, əyləş. Lahə.
şəklində də yaza bilərsiniz. Biraz iri yaz, yaxşı, əyləş. Sonra təranə. Üstəgəl 7. Təranə 33, üstəgəl 8. Sütun şəklində yaz. Yaxşı, növbəti misallar Zümrüd. Yox, əvvəlcə təkliyi yazar. Axırıncı gibi üstəgəl 9. Aferin. Aferin Lahə. Danışa Təranə. Zümrüd, danışa. Danışa Zümrüd, danışa. Yox Zümrüd. 2 üstünə 9 gələrik. Yox, yaxşı fikirləşsin. 11. Aferin. Yaxşı. Uşaqlar, növbəti tapşırığımız qruplarla iş. Mən indi sizə paylayacağım. Qrup rəhbərləri gəlib təqdimat edəcəklər. Qruplarla iş, təqdim qrupu, əməkdaşlıqla işləyin, hamı işləsin. Oğluluq qrupu, lideri, toplama qrupu, biraz sakitçilik, və çıxma qrupu, lider. Başlayalım. Üstündə yazılır. Başlayalım. Sizə vaxt verirəm uşaqlar. 5 dəqiqə müddətinə yazıb qurtarmaq lazımdır. Əməkdaşlıqla, hamı bir yerdə. Sizə kömək edeyim. Hamısını hesabladınız, bir də yoxlayın. Sübhan bir də yoxlayın, tələsini. Yazdım Malik. Yaxşı, qalanlar gəlsin. Yaxşı, yaxşı. Çıxma qrupu. Gəl görün Lahə. Yaxşı, qrup rəhbərləri, çıxma qrupu. Axırıncı çıxma qrupu gəldi. Başlayın təqdimata, bir. Məsələni oxu. 2 qutuda cəmi 23 karandaş var. Onlardan 11'i yaşıl, qalanları isə bozdur. Qutuda neçə boz karandaş var? 12. Lahə, necə tapmısan sən misalı? Sən tərsini eləmişsən misalını Lahə. Keç misallara. 35 üstə gəl 9 oldu 44. 23 üstə gəl 7 oldu 30. 29 çıx 3 oldu 26. Yaxşı, uşaqlar çıxma qrupu misalının tamam tərsini edib. Sübhan, de görüm necə eləməlidir Lahə misalını? Lahə 23'ün 23 karandaş var, ondan 11'i yaşıl, kalanları ise 23'ün üstüne 11. Yok. De görün. Yani ama siz tersine eləmişsiniz. 12'nin üstüne 11 gelip 23 yazmışsınız. Tersine Sübhan toplama grubu
Aydan 24 alma yığmışdı. Aygün isə ondan 8 alma çox yığmışdı. Aygün neçə alma yığmışdı? 24 üstəgəl 8 bərabərdir 32. 34 üstəgəl 7 bərabərdir 41. 56 çox 12 44. 24 üstəgəl 16 bərabərdir 30. Bir de 24 üstəgəl 16 bərabərdir 30. Sen yoldaşın 40 deyir ama sen 30 yazırsan yaxşı. Sübhanda da bir sərf, aynörə. Azadın 19 zərfatın isə 16 qozu var. Onların birlikdə neçə qozu var? 19 üstəgəl 16 bərabərdir 35. 15 üstəgəl 7 bərabərdir 22. 67 üstəgəl 12. Yox, çıx. 12 bərabərdir 55. 23 üstəgəl 9 bərabərdir 32. Aferin. Qaldı Məlikə. Toplama qrupu. Sinifdə 15 oğlan, 15 qız. Sinifdə neçə uşaq var? 15 üstəgəl 15 bərabərdir 30. 23 üstəgəl 19 bərabərdir 32. 32 çıx 11 bərabərdir 21. 45 üstəgəl 7 bərabərdir 52. Yaxşı, uşaqlar, bircə aynurənin qrupu heç bir sərfsiz, təklif qrupu heç bir sərfsiz tapşırığı yerinə yetirib. Məlikənin qrupunda da bir sərf, Sübhanın qrupunda da, İlahənin qrupunda da. Yaxşı, əyləşin uşaqlar, əyləşin. Yaxşı, çıxma qrupu, lideri İlahə çıxma qrupu. Sizə təqdimatda bir sərfin olduğuna görə siz 8 balla qiymətlənəcəksiniz. Dinləməyə görə dinləmə sizdə yaxşıdır. Dinləmə yaxşı, 10 bal. Əməkdaşlıq da çox yaxşı, 10 bal. Nəticə neçə oldu uşaqlar? 28. Əyləş. Toplama qrupu. Lideri Məlikə. Məlikə, sizdə dinləmə yaxşıdır. Əməkdaşlıq da yaxşıdır. Amma təqdimatda bir səhviniz oldu. Nəticə? 8. Biz burada qrupların adını. Təklif qrupu. Təklif qrupunda əməkdaşlıq da yaxşı, təqdimat da yaxşı, dinləmə də yaxşı. Afərin. Qaldı? 10'luq qrupu. 10'luq qrupu da təqdimatda bir sərfə yol verir. 8. Yaxşı. Yaxşı. Uşaqlar, biz sizinlə Azərbaycan dili dərsində keçən il öyrənmişdik ki, əlifbamızın hərflərini öyrənmişdik, əlifbamızda sahibləri, samitləri öyrənmişdik. Kimdir? Azərbaycan əlifbasında neçə sait səs var? Sait səs, İlahə. Sait 9. Aha, neçə samit səs var? 23. Biz bunları keçən il sizinlə öyrənmişdik. Amma onların toplanmasını hələ bilmirdik. Çünki onluğu aşan hamısını toplananı bugün öyrəndik. Zəhra, gəl görüm. Gəl hesabla görüm. Zəhra. Yaxşı. Yaxşı. Tapşırıqlarımız davam edir uşaqlar. Növbəti tapşırığımız məsələn, dələ görürük, tutuquşu görürük. Aha. Şagirdlər 7 dovşan, 9 dələ, 9 tutuquşu çəkdilər. Şagirdlər cəmi neçə heyvan şəkli çəkdilər. Afərin. Neçə dovşan çəkdilər? 7. Bəs neçə dələ çəkdilər? 9. Neçə tutuquşu çəkdilər? 9. Aha. Necə eləyərsən Sübhan? 7. Aha. 30. Tutuquşların sayı? 7 üstünə 9 gələndə olacaq düymənin. Sübhan darıtma. Yavaş yavaş hesapla.
16. 16. 16'nın da üstüne 9. 42. Yaxşı fikirləş. 44. Yaxşı fikirləş, yaxşı fikirləş. 16'nın üstüne 9 geldi. 6'nın üstüne 9 geldik. Sütun şeklinde elə istəyirsən, çətinliyi çəkirsənsə. 16. Aha, çünkü o dersi bugün geçtiğinize göre 9. 6'nın üstüne 9 gələndə yok, bu özü hesaplasın. Sonra kömək edirsiniz lazım olsa. 13. Yaxşı fikirləşdiniz, Sübhan. Yaxşı, Zəhra gəl köməklə. Sübhan deyəsə biraz özünü itirdi. Yok, danışa. 6'nın üstüne 9 geldi. 9 gelecek. Aha. Yaxşı, yerdən mani olmayı özü hesablayacaq. 15. Bir yazmışlar. 5'i yazar. 5'i yazacak buraya. İkini yazacak buraya. Yaxşı, deməli uşaqlar cəmi 25 heyvan şəkli çəkdilər. Yaxşı, növbəti tapşırığımız şifahidir. Biz sizinlə onluqları keçdik. Nihal, 10 üstə gəl 20. 30. Nihal, 30. Orxan, 20 üstə gəl 30. 20 üstə gəl 30. Orxan. Həfilə, 30 üstə gəl 40. 30 üstə gəl 40, Həfilə. 70. Yaxşı, Ayşə, 40 üstə gəl 50. 90. Aferin. Yaxşı, uşaqlar, növbəti dərsimiz texnologiya inteqrasiya. Mən sizə paylayacağım əlindəki onluq blokları və təklikləri. Siz bunların köməyi ilə 24 üstə gəl 7 misalını modelləşdirəcəksiniz. Hamı əməkdaşlığına 24 üstə gəl 7 misalını modelləşdirəcəksiniz. Başlayın. Yaxşı qiləyir. 24 üstə gəl 7 misalını modelləşdirək. 24. Əməkdaşlığına hamı kömək eləsin. 2 tane var mı? Misala diqqətlə baxın. 24 üstə gəl 7. Yaxşı, misala diqqətlə baxın uşaqlar. Silahını da modelləşdirəcəksiniz uşaqlar. Gözdə. Bellidə. Tez ol. 34 oldu. Aha. Mən üstüdə gəlir. Üstüdə 7. 1, 2, yana 3. Yaxşı, 24 üstə gəl 7. Uşaqlar, misala baxın. Üstə gəl. Sigara çekiyor bu. Niye? Sıcak. O. Ha işte. Sigara çekiyor. Annem sigara çekiyor. Üstə gəl 7.
Tez ol, tez ol. Tez ol. Tez ol, tez ol. 3, 2, 24, 1, 0. Yapıştırdı sonra, yapıştır. Burada baba yapıştır. Sübhan. 24 üste gel. 7 beraberdir 31. 31. Baxın görün uşaqlar. Sübhan 24 üstə gəl. 7 misalını belə modelləşdirib. Cavab neçə alınır? 31. Yaxşı ilahə. 24 üste gel. 7 beraberdir 31. Düzdür uşaqlar? Məlikə. 24 üste gel. 7 beraberdir 31. Aha. Uşaqlar, Məlikənin modelində biraz sıxlıq yaranıb, biri üçün yer qalmayıb. Aynurə. Əyləş, Sübhan, Məlikə əyləş. Afərin var. Afərin, afərin. Yaxşı. Yaxşı uşaqlar, tapşırıqlarımız biraz sakit, qalsın solun üstündə. Tapşırıqlarımız davam edir. Növbəti tapşırığımız nə görürük kitab monitorda? Kitab görürük. Məsələ həlli. Kim gəlsin məsələ həll eləməyə? İlahə gəlsin. İlahə. İlahə, bax gör Seymur'un Seymur'un okuduğu kitap 45